Sən çöldə, bayırda təriflənən qardaş, hörmətli qardaş, böyük kiçiyin yerin bilən qardaş ola bilərsən. Amma məsələ sən evində necəsən? Əsas məsələ sən evində necəsən? Bizim bəzi qardaşlar var ki, həqiqətən də onun, yəni ailəsinin məlumatlarına görə heç də gözəl, xoş dili yoxdur. Ancaq acı dilidir. Amma kənarda, avtobusda, başqa bir yerdə tanımadığı bir qadın olsun, kim olsun, ona dəyəndə, toxunanda, yer verəndə, xanım buyur, xanım belə elə, xanım keç, bacım filan besməşən, yəni xanım, bacım deyə müraciət edir. Bəlkə də xanımlıqdan, bacılıqdan uzaq olan bir qadındır. Amma sənin dilin, tanımadığın namusunu, qeyrətini, şərəfini, izzətini bilmədiyin bir qadına bu sözləri deyə bilirsən, bacım, anam, xanım, buyur, zəhmət olmasa, nə danışırsınız və s. Və sən bu sözləri nə vaxtsa öz həyat yoldaşına deməyə bir fikirləşdinmi? Yəni sənin ən xoş davranası olan, yəni həmən o tanımadığın, bilmədiyin qadındır, yoxsa sənin öz yoldaşındır, yoxsa sənin anan, yoxsa bacındır, təbii ki, ev əhlindir. Yəni sən xoş sözlərlə öz ailəndən başlamalısan. Yəni sən xoş sözlərlə, yaxşı davranışla, yaxşı əxlaq göstərmən öz ailəndən başlamalısan. Yəni çöldə, bayırda gözəl qardaş, təqvalı qardaş, maşallah, billah və s. Amma evin içində bir işi olan kimi təhqirlər, söyüşlər, namus, qızın valideyni qalmır, atası anası qalmır, nəsil nəcabəti qalmır. Yəni bu yaxşı müsəlman demək deyil, bu yaxşı qardaş demək deyil.